بسم الله الرحمن الرحیم. Bismillahirrahmanirrahim. Fəqirlikdən əziyyət çəkənlər üçün İmam Cəfər Sadiq əleyhissalam çox gözəl bir yol göstərir. İmam buyurur ki, mən qalə fi kulli yevmin 30 mərrə. Kim hər gün 30 dəfə bu zikri deyərsə, La ilahə illallahul haqqul mubin. Mənası isə Allahdan başqa haqq və aşkar Allah yoxdur. Kim bu zikri deyərsə, 30 dəfə hər gün La ilahə illallahul haqqul mubin. İmam buyurur ki, həmən kəs zənginliyə tərəf yönələr, varlanar. Fəqirliyə arxa çevirər, qəbrin vəhşətində, qorxusunda həm söhbəti olar və cənnətin qapısını döyər. Elhamdülillah.